Salamlar. Hər kəsin çətin olduğunu düşündüyü, amma texnikasını doğru icra etdiyiniz zaman çox sadə olan qanda Hirundasananı icra edəcəyik. Əllərimizi yerləşdiririk qabırğalarımızın üstünə. Diqqət edirik ki, qollarımızın üstü qabırğalarımızın üzərində olsun. Ovucularımız yerdə, çənəmiz biraz irəlidən, boğazımız uzun, bir ayağı qaldırdıq və arxasınca digərini qaldırırıq. Bütün ayaqlarımızla tabana doğru dartırıq. Və əgər qollarını qabırğalarının altında tutmaq çətindirsə, bu zaman kəmərdən istifadə edə bilərsən və kəməri çiyinlər ölçüsündə və yaxud da ki, biraz da kiçik tuta bilərsən və yerləşdiririk dirsəklərimizin yanına. Yenə qollarımız qabırğalarımızın altında, əllərimizi qoyduq, dirsəklərdə 90 dərəcə, çənəmiz biraz irəli, boyun uzun və ayağı qaldırırıq yuxarı. Yenə dartınırıq maksimum tabana doğru. Və diqqət edirik ki, çənəmiz biraz irəlidə olsun. Növbəti videoda görüşənədək uğurlar.